Bir də ən əsası nə düşünməyinizi istəyirəm. Orada imtahan verənlərin hamısı sizin yaşıdlarınızdır. Orada professorlar, alimlər yoxdur. Özünüzü əsla aşağı səviyyədə görmürsünüz. Bildiyinizə güvənirsiniz. Hər halda ki, bir il boşuna gəlməmişsiniz bu kursa. Düzdür, imtahan qabağı adam elə düşünür ki, heç nə bilmir, hər şeyi unutubdur. Amma elə deyil, var. Baza doludur. Dolu olmasa da bir 70-80% var. Düzdürmü? Boşuna əziyyət çəkməmişik də bu qədər vaxtı. Səbirli olun, ehtiyatla davranın, yəni tələsərək cavab yazmayın. Və ən əsası, çətin sualın üstündə çox dayanmayın. Asanları yazın, kodlaşdırın, sonra çətinlərə keçin. Həm kodlaşdırmaya vaxtınız çatsın, həm də ki, sualların üzərində düşünməyə vaxtınız çatsın. İlk çətin suala baxıb panikaya düşməyin, mən yaza bilmərəm, mən zəifəm kimi düşünmürük. Duyğu, gözəl, əsas sizə deyirəm, Aysun, yaxşı. Bu şəkildə düşünmürük. Hər birinizə uğurlar arzulayıram. Yaxşı olacaq inşallah. Sizə güvənin, yazmağa çalışın və yazacaqsınız da. Yazacaqsınız, bəli. Düşündükdə sizin sadəcə vaxt ayırın, misallara baxaraq, düşünərək yazın. O an orada düşünmək lazım deyil ailəni, o an orada düşünmək lazım deyil müəllim əziyyətini. O an orada düşünəcəyiniz şey sadəcə suallar. Suallarınızı yazın, kəlkimdə çıxmayın. Yəni keçməsəm nə olacaq, başqa düşəcək, gələcək, yaxşı, ancaq imtahan. Yalan sənir ki, qıraqdan. Siz nəyi kamuflaja eləsəz də biz sizi görürük. Bunun özü sadəcə siz. Özünüzü ifadə etməyi bacarın. Heç bir yerə uyğunlaşmağa çalışmayın. Özü olacaq sizdə bir şey yox. İndi sizə nuş olsun. Mən sizi baş-başa